Telejurnalist, rejissor və aparıcı Nailə Ələkbərova dünyasını dəyişib. Bugün TV Axşam.az istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları paylaşım edib. Qeyd edək ki, 62 yaşlı Nailə Ələkbərova uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkib. Xatırladaq ki, o jurnalist fəaliyyətinə 1981-ci ildə ASTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişlərinin baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra 2006-cı ildə Space telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə TRT telekanalında fəaliyyət göstərib. Nailə Ələkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarından biridir. Sevindil Akifoğlu, Samir Əliyev, Bugün TV.